Deməli 12 nömrəli testin cavabına baxaq. 200 metr hündürlükdən 30 metr böl saniyə başlanğıc sürəti ilə şaqıl yuxarı atılmış cisim nə qədər müddətdən sonra yerə düşər? Deməli, bu cisim 30 metr böl saniyə başlanğıc sürəti ilə şaqıl yuxarı atılmışdır. Təbii ki, cisim yuxarıya doğru bərabər yavaş hərəkət edir və maksimal hündürlükdə bu cismin sürəti 0 olur. Bəs yenidən aşağıya doğru bərabər yeniləşən hərəkət edir və atıldığı yerə gələn anda onun sürəti başlanğıc sürətindən eyni olur. Deməli, atıldığı yerə çatanda onun sürəti yenə 30 metr böl saniyə eləyir. Biz bu atıldığı yerə çatana qədər keçən zamanı tapsaq, deməli, uçuş müddəti bərabər 2v0 bölünsün j. Buradan deməli 2, başlanğıc sürətimiz 30 bölünsün 10. Bu da bərabər 6 saniyə olacaq. Deməli, 6 saniyə müddətində bu cisim atıldığı yerə gəlib. Və atıldığı yerə çatandan sonra cisim aşağıya doğru bərabər yavaş yeniləşən hərəkət eləyir. H bərabər V0T üstə gəlsin JT kvadrat bölü 2. Biz ifadələri yerinə yazsaq, deməli, hündürlük 200 metr hündürlükdən atılıb. Başlanğıc sürətimiz 30. Zamanımız yoxdur. Üstə gəl, J-ni 10 götürsə 5T kvadrat. Hər tərəfin 5-ə bölsək, T kvadrat üstə gəlsin 6T minus 40 bərabər 0 belə bir kvadrat tənliyi alırıq. Bunun kökləri təbii ki, biri -10, digəri isə 4 olur. Və zamanı təbii ki, mənfi götürmək mümkün deyil. Ona görə biz zamanı 4 götürsək, T2 zamanı da 4 olacaq. Deməli, 6 üstə gəl 4 bərabərdir 10 saniyə müddətində bu cisim gəlib yerə çatacaq.